Salam aleyküm. Hardayam hökmə dairəsinə yaxın. Hökmə arxasından qalxdın Xoçəsən binalarına gedəndə yolla çox yaxın məsafədə. Marşruta 10 metr. Məktəb, bağça, parkinqə hər şey var. Düş paltar asmalı ev qiymətinə, yəni bir dənə axıra qədər bax biləcəksən nə demək istəyir. Burada hamam sanuzeldir, plus əldamı da var. Gələndə inşallah bax həyətə bax. Həyət bacaya bax. Səliqəli, təmiz səliqəli. Ev də əla, yaşayışlı evdir. Mərkəzi kanalizasiyasına qədər var. Suyu dövlət suyudur. Bir dənə o beləncə həyəti götürək. Həyətində ərik ağacına qədər var. Day burada yüzlərlə ağac yoxdur. Az da ağac. Yəni inşallah gələndə özünüzə baxarsınız. Bu qiymətə ideal variantdır. Yəni qiyməti deyəcəm, özü də deyəcəksiniz bu qiymətə ev olar. Bir dənə burada qəşəng mətbəxdir. Mətbəxin ölçüsü də geniş. Şəxsi tikilidir, qoşa daşdır, koridor razdil evdir. Otaqları ayrı-ayrıdır. Buradan da gəldik. Bir dənə burada qəşəng, böyük yataq otağıdır. Bunun da ölçüsü yaxşıdır. Görürsünüz də. Zalı hamısından böyükdür. İstəsəniz hamam sanuzel evin içinə də sala bilərsiniz. Yəni artırmağa yeri var. Baxın, ölçüyə bax. Çox böyük zalı var. Qoşa daşdır. Qoşa pəncərəsinin raşotkasına qədər var. Qiyməti əsas məsələ 24.700 manata şotçuk sizdə. Suyun şotçuku daxil olmaqla 24.700-ədir. Amma qazın işığında şotçuk istəyirsənsə 28.500 manata. Bəli, 28.500 isə bu kvadratda, bu bölükdə də, yəni bu boyda həyətdən, düz mərkəzdə ev yoxdur. Həqiqətən yoxdur. 24.700 belə cüzi endirimlər var. 28.500 də belə. Yəni sən hansı xoşsa eləncə ala bilərsiniz. Yəni bir dənə də həyətini göstərək, sonlandıraq. Yəni bu qiymətə görə ideal variantdır. Yəni çox qalası ev deyil də. Yəni büyünə sabah satılası evdir. Yəni 1 saat, 2 saat vaxtı var yəni belə evlərin. Sağ olun, var.